Əziz abituriyentlər, indi isə hazırladığım zoologiya sınaq 4-ün izahına baxırıq. Videonu burada dayandırıb özünüz yaza bilərsiniz və hansı səviyyədə bildiyinizi öyrənə bilərsiniz. Birinci sualdan başlayırıq. Deyil şəkildə göstərilmiş baş beyinin aid olduğu canlılara aid yanlış mülahizəni göstərin. Şəkildə göstərilən baş beyin balığın beynidir gördüyünüz kimi. Balıqda da bilirik ki, beyincik yaxşı inkişaf eləmiş vəziyyətdə olur. İndi isə baxaq. Bir qan dövranı var. Balıqların bir qan dövranı var, doğrudur. Ürəyində qarışıq qan olmur, doğrudur. Yalnız ürəyində venoz qan olur. Bədənində qarışıq qan olmur, doğrudur. Çünki ürəyində venoz, bədənində arterial və venoz qan olur. Beyincik yaxşı inkişaf etmişdir. Beyincik bəli, yaxşı inkişaf etmişdir. Bayaq da qeyd etdik. Ürəyində 2 növ qan, bədəndə isə 3 növ qan olur deyir. Dedik ki, ürəyində 1 növ venoz qan var, bədəndə də 2 növ arterial qan var. Doğru cavab olur Y variantı. Aşağıdakılardan canlılardan hansının ürəyində və bədəndə 2 növ qan olur? Uzunburun balıqlara aiddir. Bilirik ki, ürəyində 1 növ, bədənində isə 2 növ olur. Şamai balıqlara aiddir. Ürəyində 1 növ, bədənində 2 növ qan olur. Timsah sürünənlərə aiddir, amma istisnadır. Çünki ürəyində 2 növ, bədənində 3 növ qan olur. Bizə ürəyində də, bədəndə də 2 növ deyir. Pekar məməlilərə aiddir. Ürəyində də, bədəndə də 2 növ qan var. Arterialla venoz qan. Elə doğru cavab D variantıdır. Kələz sürünənlərə aiddir. Onun da ürəyində də, bədəndə də 3 növ qan olur. Üçüncü sualımızda bizə deyir, hansı canlıda döş sümüyü üzərində döş dili olmur? Biz bilirik ki, döş sümüyü üzərində döş dili quşların əsas xüsusiyyətlərindən biridir. Bunu əvvəla yadımıza salırıq. Qutan quşdur, döş dili var. Bizə olmur dediyinə görə. Doydaqda var. İndi isə məməlilərdə də bilirik ki, istisnalarımız var. Yarasa ilə köstəbəyin döş sümüyü üzərində döş dili olur. Yəni yarasa ilə köstəbəyin də döş sümüyü üzərində döş dili var. Antilop məməlilərə aiddir və onun döş sümüyü üzərində döş dili olmur. Dördüncü sualda bizə deyir, sümüklü balıqlarda qəlsəmə qapaqlarının sayı x olarsa. Əvvəla bura baxırıq. Sümüklü balıqlarda bilirik ki, bir cüt qəlsəmə qapağı var, yəni 2 ədəd. X'imiz bildik ki, x-dir, 2-dir. Qığırdaqlı balıqlarda tək qəlsəmə yarığı y olarsa minimumdan deyir. Biz bilirik ki, qığırdaqlı balıqlarda minimum 5 cüt, maksimum 7 cüt qəlsəmə yarığı olur. Və bizə burada tək qəlsəmə yarığı deyir. Ona görə də y-imizi neçə götürürük? Tək bir tərəfdə 5 kimi götürürük. X, y-in cəmini istəyir. X ilə y-in cəmi də bizə verir 7-ni. Doğru cavab olur 7. 5-ci sualda deyir, qurbağa, göyərçin və itdə boyun fəqərələrinin cəmini tapın. Bir qədər sadə bir sualdır. Qurbağada 1 boyun fəqərəsi, göyərçində 14 boyun fəqərəsi, itdə isə 7 boyun fəqərəsi var. Bunların da cəmi bizə verir, deməli, 22. Doğru cavab D variantı. Qurbağa, kərtənkələ, göyərçin, qulan və itdə cəmi neçə ədəd çiyin qurşağı skeleti var? Qurbağa suda qurda yaşayanlara aiddir. Biz bilirik ki, çiyin qurşağında 7 ədəd, 4 növ sümük var. Deməli, cüt kürək, cüt qarğa, cüt körpücük və döş qəfəs olmadığına görə döş sümükdə demişik ki, döş qəfəsinə yox, deməli, çiyin qurşağına aid edilir. Yəni, 7 dənə sümük qurbağada. Üzərinə gəlirik. Kərtənkələ sürünənlərə aiddir. 6 dənə sümük var. 3 növ. Cüt kürək, cüt körpücük, cüt qarğa sümüyü. Sonra göyərçin quşlara aiddir. Bunda da 6 dənə sümükdür. Cüt kürək, cüt körpücük, cüt qarğa sümüyü. Qulanla it isə məməlilərə aiddir və bunlarda isə cüt kürək sümüyü olur. Deməli 2 dənə qulanda, 2 dənə də itdə. Cəmi eləyir 4. Bir də bizə verir, deməli 23. Daha sonra gəldik 7-ci sualımıza. Deyir, göyərçinin tək arxa ətrafındakı və tək ön ətrafındakı barmaq sayı x olarsa. Deməli, tək arxa ətrafında 4 dənə barmaq var. Tək ön ətrafında da 3 barmaq var. Deməli, x-imiz 7 olarsa, x-imizi bildik 7-dir. Qurbağada üzmə pərdəsinin sayı y olarsa, qurbağada da üzmə pərdələr bilirik ki, arxa tərəflərdə olur və 4, 4, 8 ədəddir. Deməli, 8 dənə də üzmə pərdəsi y-imizdir. Bunu da cəmi bizə verir 15. Doğru cavab olur 15. 8-ci sualda
Bax, başqa adlarla verilən canlılara diqqətlə fikir vermək lazımdır. Bu şəkildə suallarımız ola bilər. Deyir, koramal, varan, piton, təlxə, iguan, yak, muflon və salamandra verilmiş canlıların neçəsi ürəyində 2 növ qan var? Əvvəlcə bunları qruplaşdıraq görək hansı sinfə aiddir. Biz bilirik ki, koramaldır, varandır, pitondur, təlxədir, iguandır. Bunlar aiddir sürünənlər sinfinə, sürünənlər. Yakla muflon isə aiddir məməlilər sinfinə. Salamandra da aiddir amfibilər, yəni suda qurda yaşayanlar sinfinə aiddir. İndi isə bizə deyir ki, verilmiş canlılardan neçəsinin ürəyində 2 növ qan olur. Sürünənlərin ürəyində 3 növ qan olur. Arterial, venoz, qarışıq qan. Bunları çıxırıq. Yakla muflon məməlilərə aiddir. Ürəyində 2 növ qan olur. Bəli, doğrudur. Arterialla venoz qan. 2 dənə bunlar. Sonra amfib suda qurda yaşayanlardır. Bunun da ürəyində də 3 növ qan olur. Yəni cavab olur 2 ədəd. Şəkildəki canlının aid olduğu sinfi tapın. Şəkildə gördüyümüz kimi balinanın şəklidir. Balina da məməlilər sinfinə aid edilir. Şəkildəki hansı canlının ürəyinin quruluşu verilmişdir? Burada gördüyümüz kimi 4 kameralı bir ürəkdir. Deməli bilirik ki, bu ya məməlidir, ya quşdur. Bunu da necə tapırıq? Bilirik ki, sol mədəcikdən sol aorta qövsü çıxırsa, bu məməlilərə aiddir. Bu bildik ki, biz məməli bir heyvan axtarmalıyıq. Latmeriya balıqlara aiddir. İguan sürünənlərdir. Torağay quşdur. Vaşaq məməlilərə aiddir. Göyərçində quşlara aiddir. Deməli, 11-ci sualda deyir, qurbağanın, çömçəquyruğun, tritonun və xanı balığın qan dövranlarının sayı. Qurbağanın 2 qan dövranı var. Çömçəquyruğun 1 qan dövranı var. Balığa bənzərdir. Tritonun 2 qan dövranı var. Xanı balığının 1 qan dövranı var. Bunları da cəmi bizə verir 6. 12-ci sualda çömçəquyruqda daha əvvəl əmələ gəlir. Daha əvvəl əmələ gəlir deyir. Biz bilirik ki, baldır sümüyü birinci arxa ətraflar əmələ gəlir, sonra ön ətraflar skeletin nəzərdən keçirsək, yəni skeletdə, ətraflarda baldır sümüyü, said sümüyü. Saidi çıxırıq çünki ön ətrafdır, çünki baldır bundan ön olmalıydı. Sonra 3 kameralı ürək, sonra ağciyər. Bunlar bilirik ki, bir yerdədir. 2 qan dövranına keçəndə 3 kameralı ürəkdir, quruya çıxmaqla ağciyərlərdir. Daha əvvəl deyir bizə əmələ gələnlər. Sonra bir də burada qalırıq ki, biz baldır sümüyündən yan xətt orqanı. Baldır sümüyündən əvvəl arxa ətraf əmələ gəlməmişdən qabaq. Balıqda çömçəquyruqda bilirik ki, balığa bənzər xüsusiyyəti, yəni yan xətt orqanı var. Deməli, birinci yan xətt orqanı olubdur. Sonra arxa ətraflar əmələ gəlib, baldır sümüyü. Sonra ön ətraflar bu istiqamətdə davam eləyibdir. Doğru cavabımız olur yan xətt orqanı. 13-cü suala baxaq. Quşlarda verilənlərdən hansı var? Quşlarda qulaq seyvanı yoxdur, məməlilərə aiddir. Bilirik ki, sol yumurtalıq yoxdur. Nəyə görə yoxdur? Çünki daha doğrusu sol yumurtalıq var. Sağ yumurtalıq yoxdur. Sağ yumurtalıq reduksiya eləyibdir. Doğru cavab belə bir variantıdır. Sidik kisəsi də reduksiya eləyib yoxdur. Diafraqma məməlilərə aiddir. Sol aorta qövsdə sol mədəcikdən çıxır. Bu da məməlilərin xüsusiyyətidir. Doğru cavab olur B variantı. 14-cü sualda şəkildə hansı canlının beyninin quruluşu verilmişdir? Beyin yarımkürələri var, amma qırışsızdır. Deməli, bu məməli deyil. Amma beyinciyə baxın, beyincik qırışlıdır. Beyincik də qırışlı quşlara aiddir. Deməli, biz quş axtarırıq. Şamai balıqlara aiddir, çıxır. Hatteriya sürünənlərdir. Yarasa məməlilərdir. Triton suda qurda yaşayanlardır. Qarğa isə quşlara aiddir. 15-ci suala baxaq. Xordallar tipinin neçə sinfində kloaka var? Xordallar sinfinin bilirik ki, balıqlar, suda qurda yaşayanlar, sürünənlər, quşlar, məməlilər kimi sinfləri var. Bunları bilirik. İndi isə baxaq, hansılarda kloaka var? Suda qurda yaşayanlarda var. Sürünənlərdə var. Deməli, quşlarda var. Bir də ilk məməlilərdə var. Bunların da cəmi eləyir 4 dənəsində. Suda qurda yaşayan, sürünən, quş və ilk məməlilər. Yəni məməlilər sinfində götürürük. Gəldik 16-cı sualda. Xordallar tipinin ən cavan sinfi. Əksər abituriyentlər buna məməlilər sinfi yazırlar. Amma ən cavan sinfi quşlar sinfidir. Ən cavan sinfi dediyini, yəni ən sonda yaranan deyir. Əvvəlcə deməli, məməlilər yaranıbdır, daha sonra quşlar yaranıbdır. Ona görə də ən cavan sinfi olur quşlar sinfi.
17-ci sualda göyərçində döş əzələsinin kütləsi 20 qram olarsa, deməli digər əzələlərin kütləsi neçə qram olar? Bilirik ki, göyərçinin döş əzələlərinin kütlələri digər əzələlərin kütləsinə bərabərdir. Ona görə də olur 20 qram. Neştərçənin ifrazat sistemi bilirik ki, neştərçədə ifrazat sistemi həlqəvi qurtlarda olduğu kimidir. Yəni metanefridial tipli ifrazat sistemidir. 19-cu sualda xanı balığında 24 qabırğa olarsa neçə quyruq fəqərəsi olduğunu tapın. Onurğa sütununda 39 fəqərə deyir. Əgər 24 qabırğa varsa, onu əvvəlcə yadımızda saxlayırıq. Onurğa sütunu hara ayrılır? Biri var gövdə, bir də var quyruq. Bizə deyir ki, 24 dənə qabırğa var. 24 qabırğa varsa, neçə dənə gövdə fəqərəsi olur? 12 dənə. Bir fəqərə 2 qabırğa birləşir. 39 dənə də ümumi fəqərədirsə, ondan da gövdə fəqərəsini çıxdıqda bizə verir neçə? 27. 27 dənə quyruq fəqərəsi var deməli. Bizdən də nəyi soruşur elə? Quyruq fəqərəsini soruşur, 27 ədəd. 20-ci sualda sadə bir sualdır. Şəkildəki canlıların adlarını və aid olduqları siniflərin adını yazın deyir. Şəkillərə üstünlük vermək üçün belə bir sual hazırladım. Birinci bildiyimiz kimi sürünənlərə aiddir. Qədim sürünənlərə nəsil kəsilmiş, yəni ixtiozavrdır və yaxud da digər adı balıq kələzdir. Sonra ikinci məməlilərə aiddir, köstəbəkdir. Üçüncü Balkan proteidi, Ustaqurda yaşayanlara aiddir. Dördüncü də qədim sürünənlərə aiddir, tirnozavrdır.